Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmayılovun təqdimatında arxa plan verilişinin növbəti buraxılışını izləyirsiniz. Biz arxa planda təhsil məsələləri ilə bağlı müxtəlif müzakirələr aparmışıq və daha əvvəl təhsil ekspertləri, millət vəkilləri ilə bu sahədə ayrı-ayrı fraqmental məqamları təhlil etmişik. Bu gün isə ümumiyyətlə ölkədə təhsil islahatları, həmçinin təhsilə yanaşmamız ətrafında maraqlı bir söhbət aparacağıq və arxa planda mənim qonağım millət vəkili, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Mehriban Vəliyevadır. Mehriban xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm Tural müəllim. Mən sizə ilk növbədə dəvətə görə minnətdarlığımı bildirmək istəyirəm. İkinci bir tərəfdən Füyuzat TV bu ümumiyyətlə ifadə mənim üçün çox əziz və doğma ifadədir. 20-ci əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin inkişafında, maariflənməsində Əli bəy Hüseynzadənin redaktorluğu ilə Füyuzat jurnalı öz ətrafına çox geniş, belə deyək, aydınlar toplayaraq çox böyük işlər görməklə yanaşı, özündən sonraki mərhələlərə həm də düşünürəm ki, yaxşı ənənələr qoyub gediblər. Və siz həmin ənənələri davam etdirməklə müasir dövrdə Azərbaycan cəmiyyətinin maariflənməsi, cəmiyyətin formalaşması inkişafında böyük işlər görürsünüz və bu işlərdə mən sizə uğurlar arzulayıram. Və sözün açığı bu mühit, yəni kitablar arasındakı mühit də çox maraqlı mühitdir. Düşünürəm ki, elə təhsilə yaxın bir mühitdəyik. Yaxşı da söhbətimiz alınacaq. Təşəkkür edirəm Mehriban xanım, çox sağ olun. Əslində mövzumuz təbii ki, çox genişdir, amma biz o 20-25 dəqiqəlik efir vaxtı ərzində çalışacağım ki, bəzi bizi maraqlandıran suallar ətrafında bir təhlil aparaq sizə. Əvvəlcə təhsil islahatları deyəndə biz nə başa düşməliyik, ümumiyyətlə hal-hazırda bu sahədə vəziyyət necədir? İstəyirəm bu barədə danışaq, buyurun. İlk növbədə giriş olaraq onu qeyd eləmək istəyirəm ki, biz heç zaman unutmamalıyıq ki, biz 20-ci əsrin əvvəllərində çox mürəkkəb bir tarixi dövr keçərək, çox mürəkkəb bir tarixi təkamül yolu keçərək bu günümüzə, yeni bir mərhələmizə gəlib çatmışıq. Və bugün biz qalib ölkənin, suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin vətəndaşları kimi bir qürur hissi yaşayırıq. Və təhsil elə bir sahədir ki, cəmiyyətə, siyasətə, yəni bütün sahələrə, insanla bağlı, bütün sferalara bağlı olan sahədir. Və cəmiyyətdə hansı hadisə baş verirsə, mütləq şəkildə təhsilə sirayət eləyir və yaxud da əksinə, təhsildəki proseslər cəmiyyətin inkişafına çox ciddi şəkildə təsir eləyir. Yəni biz heç zaman unutmamalıyıq ki, biz 20% torpaqlarımızı itirərkən orada biz mədəniyyətimizin, eyni zamanda təhsilimizin aşınmasına da gəlib çıxmışdıq. Yəni o zaman 20% torpaqlarımızla yanaşı 20% təhsilimiz də belə deyək köçkün düşmüşdü. Və təhsilə vurulan zərbənin təsirini zaman-zaman görürsən. Şükürlər olsun ki, bugün biz artıq böyük qayıdış və birinci dövlət proqramı çərçivəsində qayıdırıq. Yəni torpaqlarımıza qayıtmaqla yanaşı 20% təhsilimizi qururuq. Yəni bu çox qürurlu bir hisslərdir, duyğulardır. Və bunu indi də hiss etməsək, yəni zaman-zaman biz hiss edəcəyik ki, o 20% torpaqlarımızda qurulan təhsil bəlkə də bugün Azərbaycan təhsilinin yeni bir driveridir. Yəni bir inkişaf üçün çox ciddi bir məqamdır və həm də böyük bir təcrübədir. Baxın, bugün orada hər kənddə, hər ərazidə yeni məktəblər açılır, yeni infrastruktur qurulur, yeni deməli imkanlar yaradılır. Həm məktəbə qədər təhsil müəssisələri, həm ümumtəhsil müəssisələri və böyük bir konsepsiya var. O konsepsiyanın içərisində hamımızı düşündürən və maraqlandıran tərəflərdən biri də Qarabağ Universitetidir. Qarabağ Universiteti hamımızın qürur mənbəyidir və Qarabağ Universiteti yenidən qurulan ali təhsil müəssisəsidir və oradakı təcrübə bizim ali təhsilimiz üçün bir islahat yönümüdür, istiqamətidir və bilirsiniz ki, yəqin ki, sentyabrdan artıq orada tibb fakültəsi də açılacaq. Özdə beynəlxalq aləmdə yəni o təcrübə ki, klinika ilə birlikdə fəaliyyət göstərəcək. Yəni bu çox yeni və eyni zamanda uğurlu bir... Regionda ilk tibb təhsilidir, deyil mi Mehriban xanım? Bəli, regionda ilk tibb təhsilidir və bu cəhət çox maraqlı bir tərəflərdən biridir. İslahatlar haqqında danışanda onu qeyd etmək lazımdır ki, mən həmişə bu haqda düşünəndə deyirəm ki, bəli, bütün proseslər əlbəttə ki, islahatların olmasına təsir edir. Adi elementar, yəni bizi dinləyicilər anlasın deyə bir məqama toxunum. Yəni
biz ekoloji problemlər danışırıq. Yəni bu ekoloji problemlərin özü belə artıq təhsildə yeni yanaşmaları tələb eləyir və bu yeni yanaşmalar üçün yeni islahatların həyata keçirilməsi labüdləşir. Ona görə də o qədər sürətli inkişaf gedir ki, cəmiyyətdə, o qədər texnoloji proseslər, texnoloji inqilablar, bunların hamısı təbii ki, təhsilin dəyişməsinə təsir eləyir. O qədər çevik transformasiya olmalıdır ki, bütün bunların hamısını əhatə edə bilək. Ona görə islahatlar bu tərəfdən labüd bir prosesdir və gəlin baxaq görək bizim Azərbaycan təhsilində hansı istiqamətlərdə yəni işlər aparılır. Mən bir tərəfi dedim, 20% təhsilimiz yenidən qurulur dedim. Hətta ali təhsil istiqamətində, ümumi orta təhsil istiqamətində, məktəbəqədər təhsil istiqamətində, hətta peşə təhsil istiqamətində. Bunu da xüsusi olaraq vurğulamaq istəyirəm. Çünki bizim Qarabağda, Şərqi Zəngəzurda 8 peşə təhsilinin açılması nəzərdə tutulur. Artıq bu istiqamətdə 2 peşə təhsili Şuşada və Füzulidə tikilməyə, bərpa olunmağa başlayıb. Yerdə qalanları da yəni layihələnmə işləri aparılır və s. Və hətta bu yaxınlarda qanun dəyişiklikləri də edildi və bu qanun dəyişikliyinə uyğun olaraq 3 il ərzində yəni o ərazidə məskunlaşan bizim sakinlərimiz üçün peşə təhsili, istər dövlət, istər özəl, istər bələdiyyə peşə təhsili, yəni ödənişli əsaslarla qəbul olunan deməli şəxslər üçün ödənişlər dövlət tərəfindən maliyyələşdiriləcək. Yəni bu nə deməkdir? Çox vacib məqamdır o mənada ki, təhsil və sənaye, təhsil və ümumiyyətlə belə deyək, iqtisadiyyat, yəni bu artıq vahid bir istiqamətdə, təhsil və elm vahid bir istiqamətdə inkişaf etmək, inteqrasiya etmək yönümündə düşünülür və bu istiqamətdə islahatlara böyük təkan verilir. Yəni bunun görünməyən tərəfləri var və arxa planda görünməyən tərəfləri var. Siz bir maraqlı məqama toxundunuz. Peşə təhsili ilə bağlı məqamı vurğuladınız. Mənim özüm bu yaxınlarda bir araşdırma apardım və doğrudan da Azərbaycanda dövlət peşə təhsilinin təşviqinə çox böyük diqqət ayırır. Və bu sayədə biz artıq görürük ki, bir xeyli sayda bizim adi həyatda ehtiyacımız olduğu, ehtiyacımız olan kifayət qədər mütəxəssislər yetişir bu məktəblərdən. Bu sahə ilə bağlı da fikirlərinizi eşitmək istəyərdim. Ümumiyyətlə peşə təhsili artıq təhsildə islahat yönümlü proseslərə daha çox diqqət yetirilən sahə hesab olunur. Bu da yəni təbii bir prosesdir. Çünki artıq yeni peşələr, gələcəkdə yeni peşələr bizi bu istiqamətdə düşünməyə vadar eləyir. Və onu da deyim ki, peşə təhsilində məsələn bu illəri yeni ixtisaslar da tətbiq olunmağa başladı. Məsələn, bir ikisinin adını çəkə bilərəm ki, günəş və külək panelləri ilə bağlı, onun təmiri, onun belə deyək, quraşdırılması və s. ilə bağlı deməli peşə ixtisaslı adamlarının yetişdirilməsi ilə bağlı ixtisasın tətbiqi məsələsi və yaxud da ki, dronlarla bağlı məsələ. Yəni bütün bunların hamısı onu göstərir ki, peşə təhsilində yeni ixtisaslara yönümlülük diqqəti cəlb edən, bu istiqamətdə islahatların aparılmasına diqqəti cəlb edən məqamlar var. Və bilirsinizmi, burada islahatlardan danışarkən bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır. Əsas məsələlərdən biri ondan ibarətdir ki, bizim həm dövlət qarşısında öhdəliklərimiz var, həm də beynəlxalq səviyyədə bizim öhdəliklərimiz var. Biz bilirik ki, Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair bizim milli prioritetlərimiz var. Həmin o 5 prioritetlərin hər birini nəzərdən keçirəndə biz görürük ki, onun təhsillə çox ciddi şəkildə bağlılığı var. Yəni təhsilsiz bunların heç birisinin inkişafı mümkün deyil. Biz əgər iqtisadiyyatdan danışırıqsa, mütləq şəkildə rəqabətə davamlı kapitalın, insan kapitalının inkişafını da gözümüzün qarşısına gətirməliyik və bu istiqamətdəki olan islahatların da həyata keçirilməsinin labid olacağını düşünməliyik. Və digər sahələr, ümumiyyətlə bütün sahələr. Və oradan doğan bizim öhdəliklərimiz var. Orada çox konkret və çox aydın şəkildə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, onun keyfiyyətinin artırılması məsələsi durur qarşıda. Başqa bir tərəfdən biz bilirik ki, biz BMT-nin bir sıra yəni layihələrinə, qətnamələrinə qoşuluruq və orada davamlı inkişaf məqsədləri layihəsinin yəni bəndi, 4-cü bəndi məhz keyfiyyətli təhsillə bağlıdır. Bununla da bağlı bizim öhdəliklərimiz var. Və bu öhdəlikləri həyata keçirmək üçün təbii ki, islahatlar labüddür və bu islahatlar da həyata keçirilir. Mən sizə deyim ki, Azərbaycanda məsələn Bakıda Koreya ilə birlikdə yaradılmış bir peşə təhsili müəssisəsi var. Onların proqramları da məsələn dual xarakterdə həyata keçirilən proqramlardır.
və ora şagird qəbulunun sayı kifayət qədər çoxdur. Yəni bir yerə təxminən 10 nəfər deməli şagird müraciət edir. Yəni bu artıq təhsildə yeni yanaşmaya müsbət münasibəti, cəmiyyət tərəfindən müsbət münasibəti göstərir. Və hətta Cəlilabadda yaradılan yeni peşə təhsili müəssisəsi də bu qəbildən olandır. Yəni biz bu istiqamətdə bəli, yəni güclərimizi səfərbər etməliyik və Azərbaycanda peşə təhsili ali təhsil səviyyəsində mən deyərdim olmalıdır. Ali təhsil daha çox elmi istiqamətə yönəlsə də peşə təhsili yüksək səviyyədə peşə ixtisaslı şəxslərin yetirməsi üçün istiqamət vasitə olmalıdır. Mehriban xanım, siz uzun illər təhsil sahəsində çalışmısınız, müxtəlif vəzifələrdə və pedaqoq kimi xeyli sayda şagirdlərlə ünsiyyətdə olmusunuz. Cəmiyyətin təhsilə yanaşması sizi qane edirmi? Tural müəllim, bilirsiniz, biz şanslıyıq o mənada ki, bizim cəmiyyətdə təhsilə həmişə maraq olub. Yəni hər bir insan öz övladının təhsil almasını arzulayır və istəyir. O cəhətdən bizim cəmiyyətdə təhsilə, belə deyək, ehtiyacla yanaşı eyni zamanda tələb də həddindən artıq çox böyükdür. Və bəzən bilmədən təhsillə bağlı yanlış, yəni yanaşmalar da olur, müzakirələr də olur. Amma mən deyim ki, təhsil istiqamətində Azərbaycan islahatlarla irəliləyir və bir neçə məqamı da xüsusi olaraq qeyd etmək istəyərəm. 22-ci ildə bilirsiniz ki, Cənab Prezidentin sərəncamı oldu idarə etməklə bağlı dəyişiklikdə və bu istiqamətdə biz bilirik ki, xeyli elmi deməli tədqiqat institutları Təhsil Nazirliyinin nəzdinə verildi, adı dəyişdirildi, Elm və Təhsil Nazirliyi adlandırıldı. Eyni zamanda regionlarda yeni regional təhsil idarələri yaradıldı. Eyni zamanda Elm və Təhsil Nazirliyinin nəzdində agentliklər yaradıldı. Yəni bu nədən xəbər verir? Yeni idarəetmə formasından, yəni xəbər verir. Bu zaman-zaman təbii ki, özünün təsirini və müsbət mənada göstərəcək. Və bu yaxınlarda da bilirsiniz ki, aprel ayında Cənab Prezident yeni bir deməli sərəncam imzaladı. Bu sərəncam da yenə də elmi tədqiqat institutlarının optimallaşdırılması ilə bağlı olan sərəncam idi. Həmin sərəncam da bizə çox böyük vədlər verir. Yəni o mənada ki, həm elm təhsilin inteqrasiyası, həm elmin inkişafı istiqamətində, həm də eyni zamanda elm-sənaye deməli tərəfdaşlığı məsələsi diqqətə cəlb eləyir. Düşünürəm ki, islahatın həyata keçirilməsi üçün verilən sərəncamlardan ilk öncə həm də düşüncələrdə dəyişiklik də vacib məsələdir. Tədqiqatçılar çox gözəl deyirlər. Deyirlər, islahatlar o zaman uğurlu olur ki, yerlərdə onu düzgün həyata keçirilsinlər. Və təhsil də elə sahədir ki, düşüncə ilə, təfəkkürlə bağlı olan sahədir. Əgər düşüncədə, təfəkkürdə dəyişiklik olmasa, təbii ki, islahatlar da bir mənalı olaraq çox da uğurlu olmur. Ona görə ümid edək və arzulayaq ki, yəni təhsildə aparılan islahatları cəmiyyət, xüsusilə də təhsil işçiləri öz fəaliyyətlərində düzgün qiymətləndirsinlər və düzgün aparsınlar. Mən onu da qeyd edeyim. Bayaqları toxunduğum məsələyə Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlərdə, həmçinin Azərbaycan təhsilinin inkişafı istiqamətinə məktəbəqədər təhsilin də əhatə dairəsinin genişləndirilməsi, onun keyfiyyətinin artırılması, eyni zamanda ümumi təhsil müəssisələri istiqamətində bir sıra beynəlxalq qiymətləndirmədə keyfiyyətin artırılması məsələsi də diqqəti cəlb edir. Bu istiqamətdə də çox böyük işlər görülür. Mən məsələn onu qeyd edeyim ki, biz artıq dünyada gedən bir sıra beynəlxalq qiymətləndirmələrə qoşulmuşuq və bu çox yaxşı tərəfdir. Yəni PISA kimi, PIRLS kimi, TIMSS kimi, yəni beynəlxalq qiymətləndirmədə iştirak etmək beynəlxalq müstəvidə özünü belə müqayisə etmək imkanı yaradır. İslahatları onun üzərindən aparmaq imkanı yaradır və bir nümunə üzərindən gedim. Biz bilirik ki, təbiət elmləri üzrə kifayət qədər nəticələrimiz olmadığı üçün biz 5-ci sinifə təbiətşünaslıq fənnini saldıq. 5-6 artıq bu istiqamətdə gedir. Yəni və yaxud da ki, Sinqapurun riyaziyyat fənni ilə bağlı birgə fəaliyyətə başladıq, o dərsliklərin hazırlanması və s. Yəni bu onu göstərir ki, biz həm bir tərəfdən lokal, həm də bir tərəfdən beynəlxalq qloballaşma prosesinə, təhsilin qloballaşma prosesinə doğru addımlayırıq. Və yaxud da ki, COP29 ərəfəsində biz bilirik ki,
yəni PISA beynəlxalq qiymətləndirmədə ekoloji savadlığın qiymətləndirilməsi məsələsi də qoyuldu. Artıq bu istiqamətdə birgə Azərbaycandan iş görülür. Yəni bu balaca bir məsələ deyil, bu çox böyük bir məsələdir. Yəni biz artıq qlobal istiqamətdə də təhsildə müəyyən üfüqlər açırıq. Mehriban xanım, çox maraqlı məqamlara toxunduq, amma verilişin sonuna doğru bir neçə sual ünvanlayacağam və rica edirəm onları qısa-qısa cavablandıraq. Birinci məsələ, sosial mediada və təbii ki, kütləvi informasiya vasitələrində çox müzakirə olunan bir məsələdir və sizin özünüz də yəqin ki, qarşılaşırsınız mətbuat izləyəndə. Daha çox valideynlərin belə bir yanaşması olur ki, aşağı siniflərdəki dərs yükü əvvəlki illərə nisbətən sanki artıb, hətta məktəbli çantasının ağırlığını belə bununla paraleldə müzakirə edirlər. Bu müzakirələri nə qədər ciddi qəbul eləmək olar və sizcə bu məsələni müzakirə edən valideynlər haqlıdırlarmı? Məsələyə belə yanaşaq, yəni ümumiyyətlə bu günləri ən böyük bizim problemlərimizdən biri də valideyn məktəb, valideyn müəllim arasındakı uçurumun yaranmasıdır. Çox təəssüf ki, yəni bu uçurum mövcuddur, amma bu uçurumun aradan qaldırılması üçün yəqin ki, maarifləndirilmə işlərinə çox böyük ehtiyac var. Çünki ailənin özündə də ata, ana öz övladının tərbiyəsinə eyni yanaşmada olmursa, yəni bunun fəsadları uşaqların tərbiyəsində görünür. Ona görə valideyn və məktəb eyni nöqtəyə vurmasa, təbii ki, biz inkişaf istiqamətində çox çətinliklə düşünə biləcəyik. Yəni, ən məni narahat edən məsələlərdən biri də odur ki, bəzən valideynlər öz dövrü ilə müqayisə eləyirlər. Yəni, biz heç zaman Sovet dövrünün təhsili ilə bugünkü cəmiyyəti inkişaf elətdirə bilmərik. Bu bir mənalıdır. Yəni, hər dövrün öz təhsil sistemi, təhsil tələbləri və s. var. Və bu istiqamətdə biz düşünməliyik. O ki, qaldı yüklənmə məsələsinə. Burada yəqin ki, müəyyən məsələlər var. O istiqamətdə də tədqiqatlar aparılır, müəyyən işlər görülür və s. Amma hər halda bütün proseslər elmi tədqiqatlardan keçərək nəzərdən keçirilir və tətbiq olunur. Və biz əgər insan kapitalını, rəqabətə davamlı insan kapitalının inkişafından danışırıqsa və biz dünyaya inteqrasiya etmək istəyiriksə, biz dünyanın da tələblərinə uyğun olaraq təhsil sistemini qurmalıyıq. Və biz unutmamalıyıq ki, Azərbaycan bugün çox güclü strateji mövqeyə malik olan bir ölkədir, amma onu qoruyub saxlamaq üçün bizə xarakter etibarilə, eyni zamanda təhsil etibarilə güclü vətəndaşların yetişdirilməsi çox vacib məsələdir. Yəni, bu hər zaman bizi düşündürəcək bir məsələ olmalıdır. Biz düşünməliyik ki, bəli, biz, Cənab Prezident hər zaman öz nitqlərində söylüyor, biz milli dəyərlərə bağlı, eyni zamanda qlobal dünyaya çıxışı ola biləcək bir vətəndaşların yetişdirilməsi üçün balansı saxlamağı bacarmalıyıq. O ki, qaldı, dediyiniz məsələ, bu istiqamətdə də mənə elə gəlir ki, artıq tədqiqatlar aparılır, o istiqamətdə də müəyyən bir qənaətə gəlinəcək. Sonuncu bir sualı ünvanlamaq istəyirəm. Bu yaxınlarda bir jurnalist həmkarımız demişdi ki, özünü jurnalist adlandıran bir nəfərə köşə yazısı, redaktor mövzu verib və o ChatGPT-nin imkanlarından istifadə edib və hətta o süni zəkanın yazdığı məqaləni müəllif məqaləsi kimi öz təmsil olunduğu media orqanında yayımlatmaq istəyibdir. Süni intellekt sizcə təhsil üçün pozitiv imkanlar yaradır, yoxsa gələcəkdə şagirdlər ondan mənfi şəkildə istifadə edib, hətta ev tapşırıqlarını belə artıq ona elətdirə bilər? Sizin yanaşmanız necədir? Biz istəsək də, istəməsək də, yəni artıq süni intellekt və texnologiyalar bizim evimizdədir, bizim belə deyək, həyatımızdadır, biz ondan kənarda yaşaya bilmərik. O bir vasitədir, amma biz təbii ki, texnoloji imkanlardan necə istifadə eləməliyik və bu istiqamətə təhsil hansı yöndə olmalıdır? Bu da islahatın bir qoludur. Yəni artıq görürsünüz, o qədər sürətlə hər şey inkişaf eləyir ki, hətta çatdırmaq da olmur, amma bu da bir islahat yoludur. Bu haqda düşünməyinə dəyər və mənə elə gəlir ki, bugün məktəb artıq transformasiya olunmalıdır, hansı istiqamətdə transformasiya olunmalıdır. Yəni, akademik biliklər verən məktəb artıq işləməyəcək. Məsələ bundan ibarətdir ki, akademik biliklər hər yerdə var. Yəni, uşaq bütün istiqamətlərdə bunu ala bilər. Sadəcə biz bunu düşünməli və işləməliyik ki, necə almalıdır və hardan almalıdır. Məktəb daha çox bacarıqların, səriştənin formalaşmasına yönəlməlidir. Məktəb hardasa laboratoriya məqamı mərkəzi olmalıdır. Şagird aldığı, müxtəlif mənbələrdən aldığı elmi bilikləri məktəbdə səriştəyə çevirməyə
keçməlidir. Bax bu transformasiyaların özü böyük bir islahat yoludur. Mənə elə gəlir ki, növbəti mərhələ budur. Təşəkkür edirəm Mehriban xanım, Siz çox sağ olun, təşəkkür eləyirəm. Xatırladım ki, bu gün arxa planda mənim qonağım millət vəkili, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Mehriban Vəliyeva idi. Biz təhsillə bağlı kifayət qədər maraqlı bir söhbət elədik. Əlbəttə ki, ayrı-ayrı məqamlara toxunmaq olar. Biz çalışacağıq növbəti verilişlərdə yenə hörmətli Mehriban xanım qonağımız olsun və fərqli rakurslarda müzakirələr aparaq. Və sonda Ulu öndərimiz Heydər Əliyev söyləyib, təhsil millətin gələcəyidir. Çalışaq hamımız təhsilimizin yanında olaq. Sağ olun, salamat qalın.